Qərbi Azərbaycan deyəndə ilk növbədə Azərbaycan xalqının çox uzaq keçmişlərə dayanan folkloru, etnografiyası, milli adət-ənənələri, fəlsəfi düşüncə modeli yada düşür. Qərbi Azərbaycan bizim üçün bugün ümumi bir anlayış olsa da, əslində həmin torpaqlarda bizim çoxlu sayda mahallarımız, obalarımız, oymaqlarımız yerləşir ki, onların istər folkloru, istər musiqisi, istər ədəbiyyatı, istər adət-ənənəsi bir-birindən fərqlidir, özünə məxsusdur. Amma Qərbi Azərbaycanı anlamaq əslində milli mədəni, sivil dəyərlərimizdən biri olan aşıq sənəti ilə, ozanlıqla mümkündür, ən azından bugün. Mənim düşüncəmə görə ozanlıq, aşıqlıq Qərbi Azərbaycan Azərbaycanlılarını, Qərbi Azərbaycan türklərinin bir yaşam simvolu olur. Özünü müdafiə, özünü qoruma, özünü ifadə vasitəsi olur. Ki, zaten tarix boyu türklərin, hələ bizim eranın ilk əsrlərindən ibarət türklərin ana vizyonu, türklərin mənəvi liderliyi, öndərliyi məhz ozan aşıq sənəti ətrafında olur. Məşhur bir qədim türk disturu mövcud idi. Dərviş, qazi, alp, ərəm. Burada həm döyüşçü, həm silahını yerə qoyub, sazına sarılan bir ozan. Bunlar hamısı bir türkün, bir şəxsin simasında cəm olurdu. Çox geniş bir areala sahib olan Türk coğrafiyasının çox önəmli bir hissəsi də Kiçik Qafqazda məskən tutmuşdur ki, onlardan da biri bugün bizim Qərbi Azərbaycan deyə tanıdığımız zonadır. Məlumdur ki, Azərbaycandan istər güneyli, istər quzeyli bir çox yerlərində aşıq məktəbləri, aşıq mühitləri mövcuddur. Onların içərisində Qərbi Azərbaycan mühiti xüsusi yerə sahibdir. Aşıqların repertuarı nöqteyi nəzərindən əsasən biz tədqiqatçılar onu iki yerə bölürük repertuarı. Qərb aşıq havaları və Şirvan aşıq havaları. Çox maraqlıdır ki, Azərbaycanın güneyində Təbriz, Qaradağ, Urmiyə, Həmədana qədər, Zəncana qədər uzanan bir coğrafiyada bugün bizim Qərb aşıq məktəbinin havaları dediyimiz havalar oxunur. O qərb məhz Qərbi Azərbaycandır. Ki, onun da baş tacı Ulu Göyçə mahalıdır, Ağbaba mahalıdır, Çıldır mahalıdır. Qərbi Azərbaycanı anlamaq, onun ruhunu, mahiyyətini dərk etmək, onu bir ruh kimi, nəfəs kimi onu almaq, onu bir türk olaraq vücudda hiss etməyin ən gözəl yolu, ən hələ ki yeganə optimal yolu aşıq sənətini, ozanlığı dərk etməkdir, ona yaxınlaşmaqdır. Bilirsiniz ki, aşıq sənəti sinkretik bir sənətdir, yəni özündə həm poeziyanı, həm instrumentalizmi, həm vokalı, həm teatrallığı, həm böyük dastancılıq ənənəsini gəzdirir öz vücudunda. Qərbi Azərbaycan təkcə saz çalğısı ilə, aşıqlıqla deyil, eyni zamanda el şairləri ilə, el sənətkarları ilə məşhurdur. Adını sadalaya bilmədiyimiz sayda çox, bəlkə də tarixin tozlu səhifələrində itib batmış sayısız ozanlarımız, aşıqlarımız olmuşdur. 2.850.000 kvadrat kilometr ərazisi olan 16-cı əsrin əvvəlində yaranmış Azərbaycan Səfəvilər İmperiyasının istinad etdiyi ideoloji mərkəzlərdən biri də Qərbi Azərbaycan olmuşdur. Tarixə yaxşı məlumdur ki, Şah İsmail Xətai Göyçə mahalına yürüş etmişdir. Mən öz kitablarımda bunu dəfələrlə qeyd etmişəm ki, Şah Xətai hər yerə zəfərlə getdi, amma Göyçəyə, Qərbi Azərbaycana səfərlə getdi. Şah Xətainin doğulduğu Ərdəbildə saz sənəti bugün də yoxdur, aşıq sənəti. Xətai ozanlıq, aşıqlığı məhz ilk növbədə Təbriz, Qaradağdan, daha sonra isə Göyçədən
öyrənib əxs etmişdir. Bu baxımdan Qərbi Azərbaycan demək uzanlıq deməkdir. Qərbi Azərbaycan demək saz deməkdir. Qərbi Azərbaycan demək Türk xalqının milli irfanı fəlsəfəsi